Şəmistan Nəzirli Azərbaycanın hərb və maarif tarixini öyrənən bizim ən zəhmətkeş, ən fədakar jurnalistlərimizdən biridir. Təxminən eyni nəsildən idik və sözümüz tuturdu, söhbətimiz tuturdu. Vaxt aşırı gələrdi universitetdə bizim o tələbə yeməkxanasında bir yerdə çörək yerdik. Orada söhbətləri uzun olardı və tələbələr də cəlb olunardı o söhbətlərə. Şəmistan haqqında deyəndə birinci növbədə zəhmətkeşliyi hər kəsin gözünün qabağına gəlir, o cümlədən mənim. Həddən artıq zəhmətkeş bir insanıdır. Öz işini görməkdən yorulmayan, usanmayan bir adamdır. Şəmistan haqqında keçmiş zamanda danışmaq mümkün deyil. Biz tələbə yoldaşı olmuşuq. Azərbaycan Dövlət Universitetində, yəni indiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində oxumuşuq. Amma Şəmistan tədqiqatla məşğul olurdu. Atam 83 il ömür yaşadı. Onun 60 ildən çoxunu Azərbaycan ədəbiyyatına, Azərbaycan ordusuna, Azərbaycan generallarının araşdırılmasına həsr elədi. Yaradıcı insan kimi belə qısqanc insan deyildi. O əlində olan faktları, materialları xidmət yoldaşları ilə həm bölüşməyə, həm də xidmət yoldaşlarından belə materialları əldə etməyə çox belə məmnunluqla yanaşırdı. Şəmistan müəllimə bircə sual vermək kifayət idi ki, o bir neçə saat danışsın. Çünki onun o qədər məlumatı var idi ki, elə bil ki, sistemi ilə, o metodoloji əsaslığı ilə, amma bir canlı xalq dilində elə bilirdin ki, dastan danışır. Əvvəllər o təzə başlayanda 5-6 dənə Azərbaycan generalını biz tanıyırdıq. Amma Şəmistan müəllimin artıq hesabına qalın kitablar çıxdı. Kimlər, harada böyüyüb, harada doğulub, kimlərdən də nəslinə, əslinə qədər, necə gəlib, sonuna qədər bu insan araşdırırdı, arxiv sənədlərindən və hamısını bu gələcək nəslə qoydu. ADA Universiteti Qazax Seminariyasının bərpası zamanı 6 nəfərlik mobil araşdırma qrupu yaratmışdı və onun üzvlərindən biri də Şəmistan müəllim idi. Axırıncı 5 ildə lap çox sevindi rəhmətli. Lap belə, necə deyirlər, uşaq kimi sevinirdi ki, dağıdılmış, xaraba qalmış, yəni illər boyu Qazax müəllimlər seminariyası hörmətli Hafiz müəllim tərəfindən, təşəbbüsün onun tərəfindən yəni himayə götürüldü. Bilirsiniz, atam özü həmişə deyərdi ki, Qazax seminariyasını yenidən bərpa etmək üçün uzun illərdən sonra xeyirxah bir insan, intellektual bir adam, ləyaqətli vətəndaş ortaya çıxmalıdır. Firdun bəy Köçərli kimi bir ziyalı ortaya çıxmalıdır ki, bu işi həyata keçirsin. Və bu da hörmətli Hafiz müəllim Paşayev oldu. Onu hər dəfə mən yığanda, indi mən daha çox xaricdə işləyirəm. Hər dəfə yığanda elə bir salam əleyküm eləyəndən sonra birinci söz oldu ki, bəs xəbərim var, seminariyanın bu hissəsi təmir olunub, belə təmir, belə gözəl təmir olunub, getdim, baxdım, çox sevinirdi. Yəni, elə bir uşaq kimi sevinirdi. Prezident İlham Əliyevin 2018-ci ildə demək, o seminariyanın 90 illiyinə həsr olunmuş qərarı, fərmanı bizi oyatdı ki, biz demək, bu təhsilə çox böyük töhfə vermiş o seminariya haqqında nəsə bir tədqiqat eləyək, başa düşək ki, o seminariyanın Azərbaycan tarixində rolu nə olub və ən vacibi də o seminariyanın binasının bərpası. Təbii ki, biz Şəmistan müəllimə müraciət elədik, çünki bilirdim ki, onun
bu kitabı məşhur kitabıdır və dəvət elədik o ilə söhbətə və onun şəxsiyyəti bizi elə valeh elədi ki, o ilk görüşümüzdən elə seminariyanın sonra bərpası və işlərinin başlanması müddətində daim bizi ilə məsləhətdə idi, məsləhətli verirdi və bizə çox böyük kömək oldu onun şəxsi bu işdə iştiraki. Siz bunu eləməmişdən qabaq, buranın fəaliyyətə başlamamışdan qabaq, Azərbaycan xalqı bilmirdi seminariya nədir. 1883-cü ildə qərar var idi ki, 3 illiyə seminariya Tətar şöbəsi, Azərbaycan şöbəsi açılsın, özünü doğruldarsa 3 ildən sonra Azərbaycanın hər hansı bir mərkəzi şəhərinə köçürülsün. Çoxdan kârusuydu Firidun bəyin, elə yerinə düşdü. Azərbaycana aparsın. Azərbaycana gətirməyən. Onda ayrıca vaqon tutdu. Seminariyanın Azərbaycan şöbəsinə məxsus kitab, kitabxana, Kondiyun jurnalı nə var idi, hamısını yüklədi vaqona, Badisabı ilə ikisi gəldi, Badisabı xanımla. Firidun bəy də gətiribdi, böyük kəsikdən keçib Akstafıya çatıb vaqon. Qazaq ağaların, bəylərinin və Məşədi İbrahimin təklifi ilə bax bu binanın həyəti var idi, geniş həyəti. Evzərə ev tikmişdi də Məşədi İbrahim. Bəli, bəli. Onda Məşədi İbrahim dedi ki, bu 17 otağı Firidun bəy sizə bağışlayıram. Ona görə 1918-ci ilin noyabrın 10-da fəaliyyətə başladı. Rəsmi dərs başladı. Elan verdilər. İrəvandan, İcevandan töküldü, gəldi. Gürcüstandan, Şəkinin özündən, Qubadan, Dağıstandan o elana əsasən yığışdı, gəldi. Biraz çətin idi, onu oxumaq istəyən çox idi. Təsadüfi deyil ki, ADA Universitetinə Hafiz müəllim dəvət elədi, xüsusilə o Qazaxda yaranan filiala və Şəmistan orada bir neçə yaxşı çıxışlar elədi. Bu özlüyündə çox böyük bir məna idi bizim üçün ki, bir adam ki, öz həyatını, öz fəaliyyətini və bütün enerjisini məhz tarixə həsr eləmişdi. Və bizim üçün də əsas vacib, tarixin vacib hissəsi məhz Şəmistan müəllimin Qazax seminariyasının tarixi idi, tarixinin yazması idi. Bax, bu kitab məşhur kitabdır. Kitabın adı Qoridən gələn qatar. Qoridən gələn qatar povesti ilə onu bədii bir, necə deyərlər, rəsmini çəkdi. Onu da qeyd edeyim ki, həmin əsəri, həmin povesti radio tamaşasını mən hazırlamışdım. Radioda da dəfələrlə səsləndim. Qoridən gələn qatar. Şəmistan Nəzirlinin eyni adlı povesti əsasında radio tamaşa. Şəmistan bəy, Firidun bəy Köçərlinin, Badisabah xanım Köçərlinin vurğunu idi. Necə deyərlər, onlara bir araşdırıcı kimi deyil, bir insan kimi vurğun idi və onların həyatını araşdırmaqla zövq alırdı və mən deyərdim ki, bundan yaşayırdı. Birinci, mən deyərdim ki, Firidun Köçərli haqqında onun bilikləri və araşdırmaları bizə çox kömək oldu. Qazaxda bizim o seminariyanın binasının qarşısında bir yaxşı heykəl var. Həmi Firidun bəyə, həmi Badisabı xanıma. Bilirsiniz nə deyirdi? Gülbəniz deyirdi, sənin xəbərin var ki, seminariyanın qabağına Firidun bəylə Badisabı xanımın heykəlini qoyublar. Onu görmək lazımdır. Həm də deyirdi ki, Hafiz müəllim mənə orada, hətta mən dəvət edirdi ki, gəl orada dərsdir. Amma artıq yaşa dolmuşdu. Və bir də deyirdi ki, Hafiz müəllim söz verib ki, orada mənə ayrıca otaq ayıracaq, mənim arxivim oraya alacaq. O yer, o seminariyanın ətrafı da çox qəşəngləşib. Artıq orada bəzi ona yaxın binaları da biz bərpa elədik.
müəllimlər evi qurduq. Orada bir mədəniyyət və incəsənət üzrə bir muzey də düzəltmək istəyirik. Muzey həm də ki, tədris ocağı. Və bu işlərin əsasında mən elə bilirəm ki, layiqincə Şəmistan müəllimin adı çəkilməlidir. Ona görə o çox həyəcanlı idi ki, ADA Universiteti öz diqqətini və resurslarını bu işə sərf eləyir. Seminariya haqqında detalları bizə açanda, araşdıranda həmişə o seminariyada oxumuş adamlar, dərs almış adamlar haqqında da danışardı. Onların sırasında Səməd Vurğun kimi, Osman Sərvəlli kimi, Mehdi Hüseyin kimi adamlar var və onların hər biri haqqında detallı bizə məlumatlar verərdi və vaxt aşırı da Səməd Vurğundan şeirlər deyərdi. Qazax və Qori seminariyasının Azərbaycanlı məzunlarından 64 nəfər bəstəkar, şair, yazıçı, rəssam, Züheyr bəy Hacıbəyli, Cəlil Məmməd Quluzadə, Firidun bəy Köçərli, Müslüm Maqamayev kimlər oxumayıb? Nə qədər gözəl şəxsiyyətlər əmələ gəlibdi. O seminariya indiki akademik təhsil verirdi, akademik təhsil. Məni ən çox sevindirən o həyətdə qoyulan Firidun bəylə Badisəbə xanımı heykəldir. Şəmistan Nəzirliyi yaradıcılığa Səməd Vurğunun tərcümeyi halını araşdırmaqla başladı. Və elə bilirəm ki, Səməd Vurğunşünaslıq sahəsindəki onun xidmətləri tarixi xidmətləri. Şəmistan Nəzirli Səməd Vurğunu bəlkə də atasından artıq sevirdi. Ondan tanış olan insanları tapmaq, ortaya çıxartmaq üçün bu adamın getmədiyi yer yoxdur. Gedib Şoloxovla onun vətənində görüşüb. Şoloxovdan Səməd Vurğun haqqında xatirələr öyrənib, Vurğun keçdi bu yerlərdən, xatirələr toplusu var. Onun özü bir əhvalat danışırdı. Deyir, bir dəfə mən bir məqalə yazdım Səməd Vurğunun ilk eşqi haqqında, Dürrə haqqında və məqaləni verdim Ulduz jurnalına. Bir də gördüm rəhmətlik Aybəniz xanım məni çağırır. Dedi ki, Şəmistan, sən sabah bir Səməd Vurğunun muzeyinə gəl. Yusif də gələcək, Yusif Səmədoğlu. Getdim, deyir, gördüm stolun üstündə Ulduz jurnalından mənim məqaləmin korrektorası var. Aybəniz xanım keçdi stolun başına, dedi ki, biz bir iclas keçirdirik, iclası da mən aparıram. Şəmistan müəllim, sizin bir məqaləniz var Ulduz jurnalında, bu yaxınlarda çıxmalıdır. Mən xahiş edirəm ki, onun hələ vaxtı deyil. İndi çıxartmayaq, o məqaləni verin bizim muzeyin fondunda olsun. Elə deyəndə Səməd Vurğunun yoldaşı dedi ki, nəyə görə muzeydə olmalıdır? O yazı niyə qalmalıdır? Bu nə əhvalatdır? Bu söhbət ümumiyyətlə doğru deyil, o söhbəti yığışdırır. Məsələ biraz gərginləşəndə Yusif Səmədoğlu dedi ki, sən məlumdur da Şəmistan, mənim atama bizim hamımızdan çox xidmət eləmişsin. Elə şeylər var ki, onun belə vaxtı biraz gec gəlir. Belə deyəndə Xavər xanım dedi ki, bu yazının heç vaxtı olmayacaq. Belə deyəndə mən deyib durdum ayağa, dedim ki, Xavər xanım mənə analıq edin. Mən bu muzeyə çox gəlmişəm. Mən burada Xavər xanımın verdiyi çay içmişəm. Məqaləni götürdüm. Məqaləni bir belə, bir də bu tərəfə düşürdüm. Atdım orada o kağız yazılan yerə. Belə deyəndə Aybəniz xanım qalxdı ayağa, dedi ki, iclas qutardı.
Nəysə indi bildiyim vəziyyət nə yerdədir. Yusif Səmədoğlu da deyir, sağollaşdı, getdi. Mən də biraz oturdum, söhbət elədik, çıxdım. Çıxanda gördüm, həyətdə gözləyir Yusuf müəllim. Mənə dedi ki, Şəmistan, o yazının başqa nüsxəsi qaldı səndə. Dedim ki, nüsxəyə nə gəlib, o qədər nüsxəsi varsa var ki. Dedi, hə, o yazı çox yaxşı yazıdır. Biraz hövsələ elə, indi anamız belə deyir də, indi sonrasına baxarıq. Yəni deyir, sonra da o yazı dəfələrlə təbii ki, çap olundu. Onun ilk araşdırmaları ən çox hərb tariximizlə maraqlanırdı. Bizim indiyə qədər xalqa tanıdılmamış generallarımızı, hərbçilərimizi xalqa tanıtmağa çalışırdı. Şəmistan bəyi fərqləndirən bir cəhət var. O, bizim hərbçilərimizi ictimailəşdirməsi, xalqa tanıtmasıdır. Bizim hərbçilərimizin bir çoxuna yaşadığı binalara xatirə lövhələrinin vurulmasında Şəmistan Nəzirlinin şəxsi təşəbbüsü və əməyi var. Şəmistan müəllim müxtəlif mövzularda yazılar, araşdırmalar aparıb, amma onu daha çox hərb tarixçisi kimi tanıyırıq. Onun hələ Sovet hakimiyyəti illərində çap olunmuş olan Azərbaycan Generalları kitabı Azərbaycanda əslində yeni bir məktəbin əsasını qoydu. Bugün biz Şəmistan bəyə bir çox şeyə görə borcluyuq. Niyə görə? Məsələn, Həzi Aslanovun 2 dəfə Sovet İttifaqı qəhrəmanı olmasını məhz Şəmistan Nəzirli üzə çıxartdı, həmin sənədi arxivdən tapdı və ona ikinci dəfə bu adın verilməsini rəsmiləşdirdi. Bu şəxsən onun özünün xidmətidir. Onun yaradıcılıq deyək ki, mövzuları 19-cu əsrin əvvəllərindən başlayaraq bu günümüzə qədər olan bu dövrü əhatə edirdi. 19-cu əsrin əvvəllərindən Azərbaycan Çar Rusiyası tərkibində olduğu zaman Çar Rusiyası ordusu tərkibində xidmət edən Azərbaycanlı generalların ilk dəfə adının Azərbaycan ictimaiyyətinə çatdırılması və onların xidmət yolunun araşdırılıb elmi ictimaiyyətə çatdırılması Şəmistan Nəzirinin adı ilə bağlıdır. O, Azərbaycanda hərb tarixi mövzusunu gündəmə gətirdi. Bu mövzunu aktuallaşdırdı və bu mövzu ətrafında çox geniş araşdırmalar apardı. Və bununla da Şəmistan müəllim nəinki Azərbaycanda hərb tarixi məktəbinin əsasını qoydu, eyni zamanda onun formalaşması və inkişaf etməsi istiqamətində çox ciddi və yararlı işlər gördüm. Şəmistan Nəzirli Azərbaycan ordusuna xidmət etdiyi dövrdə Azərbaycan hərbi mətbuatının inkişafında da layiqli xidmətlər göstərmişdi. Azərbaycan ordusunun Müdafiə Nazirliyinin hərbi bilik elmi publisistik jurnalının çapa başlanması Şəmistan Nəzirliyinin zəhmətlərinin nəticəsində mümkün olmuşdur. Bu hərbi bilik jurnalının ilk nömrələrinin demək olar ki, hamısında Şəmistan Nəzirliyinin Azərbaycan hərb tarixi ilə bağlı çox dəyərli məqalələri vardır. Şəmistan müəllim adi adam deyildi. O danışdıqca bir məsələni alovlanırdı get-gedə. Elə belə danışmırdı. Hər bir cümləsi arxiv sənədinə əsaslanırdı. Şəmistan müəllimin kitabları qəribədir. Adam var, bir kitabı bir dəfə buraxır. Şəmistan müəllim elə kitab var, 3 dəfə buraxır. Niyə? Çünki əvvəl buraxanda biraz sadə olub, araşdırma az olub. Ondan sonra əlavə çoxlu o adamın Tiflisin arxivləri, Leningradın arxivləri, Rusiyanın arxivləri, bizim arxivlər. O adamın evi olub. Aylarla bu insan gedib arxivlərdə çalışıb, işləyib və ondan bu ləzzət alırdı.
orada yeni bir şey tapıb, yeni bir şey indiyə qədər olmayan şeyi tapanda uşaq kimi sevinirdi ki, görün mən nə tapmışam. Onun bu nüfuzlu nəsillərin tarixindən kitabını, o nə kitab, hansı kitabı çap olunurdusa mütləq mənə 2-3 nüsxə verirdi ki, mən aparırdım kəndimizdə, kitabxanamıza, kəndin kitabxanasına bağışlayırdım və orada onun yaradıcılığına maraqlanan insanlara bağışlayırdım. Şəmslan müəllim prezident təqaüdü alırdı. Deyirdi İlham müəllim, Allah dedi prezidentimizin canını sağ eləsin, Allah bu işi təşkil edənlərə ömür versin. Mən artıq kitablarımı çap eləmək üçün heç kimə minnət eləmirəm. Mən o təqaüdü qoyuram kənara, ondan kitablarımı da çap eləyirəm, bütün hər bir şeyim o mənim ödəyir. Artı 11-də o vaxt Saxarində ExxonMobil şirkətində işləyəndə yığıb zəng vurdum, hal-əhval papa nətərsən, ata nətərsən, nə gətirim sənə, nə evə gəlirəm bu yaxında, nə gətirim sənə, yox deyir, boş ver, sən bir elə, ged oradan Admiral Aslanbəyov adına boğaz var, onu mütləq ged çək, o unudulmuş generalımızdır, admiralımızdır, oran göndər. Nədən yazırdısa onların arasında bir rabitə axtarırdı. Lap qədim dövrlərdən də yazıb o. Orta əsrlərdən də çox yazıb. Deyək ki, Vaqifin, Vidadinin tərcüməyalı ilə bağlı yazıları da. Məsələn, mən Molla Pənah Vaqifi tədqiq edirdim, onun dilini. O elmi ünvanlı tədqiqatçılarla yanaşı, həm də Şəmistanla məsləhətləşirdi. Mən evində olmuşam onun. Siz təsəvvür edin, 5-6 min kitab var. Hətta liftdən çıxırsan, foye deyək, oranı da kitabxana eləyib, hamısının ağzına qıfıl qoyub. Özü açır, özü bağlayır, cəmaət də bilir, Şəmistan müəllim kitablarıdır. Bax, yəni, belə bir insandır. Uşağımızın müəyyən bir dövrü bərabər keçib, baxmayaraq ki, məndən yaşca böyük idi, amma həmişə bizim sıx təmasımız oldu. Xüsusilə əlaqələrimiz Bakıda daha çox oldu. Şəmstan Nəzirli bildiyiniz kimi öz atasını 2-ci Dünya müharibəsi dövründə itirib, anası və xalası gənc yaşlarında bütün ailənin yükü Şəmstanın çiynində oldu. Bunlar hamısı mənim gözümün qabağında oldu. Bəlkə də onun sonralarda belə zəhmətkeş olmağı o dövrlərdən formalaşır. Kənddə hələ Bakıya gəlməmişdən qabaq çox yaxşı xatırlayıram. Kəndimizin bir kinoteatrı vardı, orada kinomexanik işləyirdi. Məni də çağırmış ki, əmi oğlum, gəl sən də mənim köməkçim ol. Bu heç vaxt mənim yadımdan çıxmır. Deməli, 1992-ci ilin 93-cü sonlarında o deməli, hərbi elmi tədqiqatlar şöbəsində işləyirdi, bənd nizamnamələr şöbəsində. Mən isə Azərbaycan Ordusu qəsrində işləyirdim və onda onu ilk dəfə Müdafiə Nazirliyində işləyərkən Azərbaycan Ordusu qəsrinin redaksiyasına gəlmişdim. Gəldi, onu maraqlandıran məsələlər vardı, xüsusən qəzetdə çap olunan məsələlər vardı. Bir dəfə görüşdük, belə söhbətimiz yaxşı alındı. İkinci dəfə onunla görüşəndə ona dedim, Şəmistan müəllim, bizim bu redaksiyada belə bir mürəkkəb hava yaranıb. Mən çox məmnuniyyətlə gələrdim, sizin yanınızda işləyərdim, mən də hər tarixi ilə maraqlanardım. Şəmistan Nəzirli bunu dərhal getdi öz rəhbərliyinə məruzə elədi və 2 gündən sonra elə özü mənim yanıma gəldi, gözəl insan, sənin işin düzəlirdi, gəl səni rəisinlə görüşdüm. O zaman polkovnik rütbəsində idi, general-leytenant Çingiz Məmmədov məni qəbul elədi və Şəmistan Nəzirlinin təqdimatı ilə məni hər tarixi bölməsinə qəbul elədilər və o gündən də demək olar ki, mən də həyatım hər tarixi ilə bağlı oldu.
Həqiqi mənada Şəmsdən çox böyük şəxsiyyət idi. O, inanın bu tədqiqatlara ömür həsr elədi. Şəmsdən Hərbi Vətənpərvərlik redaksiyasında işləyirdi. Hünər proqramının müəllifi idi. Onun həyatının böyük bir hissəsi radio, televiziya ilə bağlı olsa da, həyatının çox böyük hissəsi də Azərbaycan ordusu ilə bağlıdır. Onun Azərbaycan ordusuna gəlməsinin də tarixçəsi vardır. 1992-ci ilin yayında Çingiz Məmmədovun rəhbərliyi altında Müdafiə Nazirliyində Hərbi Elmi Tədqiqatlar və Nizamnamələr şöbəsi yaradıldı və həmin şöbənin tərkibində bir hərb tarixi bölməsi var idi. Hərb tarixi bölməsinə kimin gətirilməsi məsələsi ortaya gələndə heç şübhəsiz ki, ilk növbədə Şəmistan Nəzirliyinin adı çəkildi. Kapitan rütbəsində xidmətə başladı və polkovnik leytenant rütbəsinə qədər xidmət elədi. Şəmsdən istər-istəməz bütün verilişlərin, istər televiziyada olsun, istər radioda olsun, müsahib idi, ən maraqlı müsahib idi. Mənim hər bazar şəbəkə adlı bir verilişim səslənirdi efirdə. İnanın ki, o verilişlərin ən sevilən qonağı, ən maraqlı müsahibi Şəmistan Nəzirli olurdu. Şəmistan həqiqi mənada bir ensiklopedik biliyə malik olan bir insan idi. Həmişə burada oturub bu kitablardan araşdırıb, müəyyən məlumatlar götürüb, yeni tədqiqatlar aparırdı. Eyni zamanda çox yaxşı bir ailə başçısı idi. Nəvələrinlə nəfəs alırdı bu adam. Çox sevinirdi nəvələrinin oxumağına, nəvələrinə bunu çox istəməyini, həmişə danışırdı. Hər dəfə nəvələrə kitab verər ki, bəs bu kitab ver oxusun. Yəni, tapşırardı ki, filan nəvə bu kitabı oxusun, bu kitab buna maraqlanır. Həmişə generaldan danışardı, onların tragik ölümdən danışardı, yəni hadisələrdən danışardı, inqilab vaxtı yəni, olan repressiyalardan danışardı, yəni ki, onların ki, unutmasınlar, gələcəyi unutmasın. Çünki deyir ki, tariximizi yaddan çıxarsa gələcəyi də unuda bilərik, yəni ki, gələcəyi itirə bilərik. Şəmistan müəllimin avqustun 12 ad günüdür. Çox dəbdəbəni xoşlamırdı. Deyirdi, ya Şəmistan, gəl sənə bir yaxşı ad günü keçirdək, sənin bir kitablarının təqdimatını eləyək. Onsuz da mənim kitabımı oxuyurlar. Bax, belə danışırdı. 50 nəfər, biz özünə demədik 50 nəfər, deyir 5-6 nəfər gəlirlər. Öz nəvəsini götürdü, oğlunu götürdü. Biz aşıqlar dəvət elədik ora. Şəmistan müəllim axırda bizə dedi, siz neynədiniz? Mən elə bilirdim 3-4 nəfər olacaq. Nə yaş bizə tədbiri keçirdik? Çünki Şəmistan müəllim bizə xatirə qaldı. Şəmistan müəllimin özü olmasa da onun yazıları və qoyduğu irs bizə kömək olacaq. Müəyyən mənada bizim kollektivin bir hissəsi olmuşdu Şəmistan müəllim. Bilirsiniz, o mövzunun hansı səviyyədə, hansı miqyasda işləməsindən asılı olmayaraq Şəmistan müəllim Azərbaycan hərb tarixi məktəbini formalaşdırıbdır. Və ona görə də biz ona ustad kimi yanaşırıq və düşünürəm ki, hər zaman da bizim xatirimiz ustad kimi qalacaqdır. Şəmistan müəllim həyatda çox ağır sınaqlarla qarşılaşmışdı. O gənc yaşlarında oğlunu itirdi, həyat yoldaşını itirdi. Amma buna baxmayaraq, onda bir həyata bir bağlılıq var idi. Hər zaman bir nikbir əhval ruhiyyə vardı. Yəni o daxili niskini hiss elətdirməzdi. Şəmistan bəylə son görüşüm sentyabrın 19-20-sində oldu. ADA mərkəzinin təşkil elədiyi sərgiyə getmişdik. Rəhmətə getməmişdən bir gün qabaq mənə zəng vurdu Şəmistan müəllim. Dedi, İlham müəllim, mən ora dəvət edib, mən çıxış eləməliyəm. Və mənim Qordodan gələn qatar kitabımın axırıncı çapının məndə qalmayıbdı. O qədər onu paylamışam, yoxdur məndə. Mən ona tapdım, 5 dənə kitab göndərdim. Və o qədər uşaq kimi sevinirdi ki, mən bunu orada ADA Universitetinə bağışlayacağım. Axırıncı kitab yoxdur orada. Və elə də oldu, getdi və qazağa düşdü, səhərsi gün məni birdən yığdı.
Qazaxa gedəndə elə bil bu insan qibləgahına gedirdi. Belə o qədər sevinirdi ki, o Qazaxda qohumları çox idi. Şıxlı kəndində, bizim olan Daşsaralı kəndində onun xalası geli yaşayıb, xalası uşaqları var. Hətta onlara zəng vurub ki, mən bu gün buradayam, nahara qədər mən tədbiri qutaracağam, xəngəl pişirin, gəlib mən Daşsaralda xəngəl yeyəcəm. Ona qismət olmadı. Neyniyək, bu da taleyin işidir. Orada rəhmətə getməyi də mənə çox belə biraz mənalı görünür. Çünki Şəmistanın yeri həmişə məktəb idi, təhsil idi, arxiv idi, mədəniyyət idi. Yəni orada o öz əzəməti ilə görünürdü. Çox gözəl də nitqi var idi onun. Ölümündən 20 gün əvvəl, yəni yenə xarici səfərə gedəndə gəlib həmişə görüşürdüm, yəni ki, soruşurdum, mən maraqlardım, nə lazımdır həmişə kimi. Çox pozitiv idi. Çox pozitiv idi, çox da sevincək idi ki, bəs Qazaxda tədbir olmalıdır, ora hazırlaşıram, ora getməyə hazırlaşıram. Çox belə sevinci həddən artıq, yəni ki, həddən artıq sevincək idi. Və amma elə bil çox maraqlıdır, elə bil nəsə də elə bil ürəyinə dammışdı. Çünki heç vaxt, yəni ki, biz görüşəndə də biraz, demirəm soyuq adam idi, amma emosiyanı göstərmirdi heç vaxt emosiya göstərməzdi. Yəni nə görüşməz, nə qucaqlaşmazdı. Amma sağollaşanda qayıt ki, bir sənlə qucaqlaşaq, bəs yəni çox pozitiv idi, yəni çox belə, hətta ölüm günü mən yığdım onu, yəni ki, hər axşam yığırdım, hər səhər axşam. Dedik, Qazaxdayam, çatmışam, yağış yağır, hər şey gözəldir, yaxşıyam. Dedim, dərman atmışsan, dedi, atmışam dərmanları. Və belə səhər yağanda dedilər ki, saat 10 radilər, yığdım, maraqlandım. Dedilər ki, bəs haqq dünyasına qovuşum. Şəmstan müəllimin xatirəsi mənim üçün və ümumən bütün universitetimiz üçün çox dəyərli və yadda qalandı. Ona görə onun haqqında danışmaq bir qədər əziyyətlidir mənim üçün. Çünki qəfildən dünyasını dəyişdi. Özü də dəyişdi. Qori seminariyasının davamçısı olan Qazax seminariyasında.